Bu ildə mükəmməlliyətçilikdən danışacağıq. Mükəmməlliyətçiliyin bizi bir növ saxladığı, hansı ki bizim inkişafımıza mane olduğu yerlər haqqında danışacağıq. Mükəmməlliyətçilik hər nə qədər gözəl səslənsə də və ya görünsə də, əslində bir o qədər də çətin və bir növ belə deyək də, bir növ baxmalı və azaltmalı olduğumuz yerlərdir. Çünki mükəmməlliyətçilik kökündə yetərsizlik dayanır və sən yetərsiz olmayasan deyə və ya da ki yetərsiz hiss etməyəsən deyə bir çox hallarda bir çox şeyləri, bir çox planları, məqsədləri ertələyə bilirsən və ya etməyə bilirsən və ya da ki düşünürsən ki, o mükəmməl an, doğru zaman gələcək, mən bunları eləyəcəm, mən hərəkətə keçəcəm. Halbuki reallığın belə deyil, hərəkətə keçmirsən və ya da ki bir növ belə deyək də, nəsə etmək istədikdə sənin içdən nəsə bir şey tətikləyir və qoruyur, bir növ qorumağa çalışır ki, sən bunu etməyəsən. Burada yetərsizlik qorxusu yatır, hansı ki, yetərsizliklə üzləşməyəsən deyə mükəmməlliyətçilik donuna girmisən, bürünmüsən bir sözlə. Mükəmməlliyətçiliyin bizim həm bir növ belə deyək də, inkişafımıza maneə törətdiyi yerlər də var ki, biz həddindən çox belə deyək də, overthinking səviyyəsində yaşaya bilirik. Həddindən çox hər şeyi düşünürük və ya həddindən çox planlı, tərtibli oluruq və ya da ki, həddindən çox belə deyək də, hərəkət etməkdən, addım atmaqdan, nələrsə etməkdən və yenilikdən çox qorxuruq. Çünki bizim üzləşməkdən qorxduğumuz məqam yetərsizlikdir və yetərsizlik bizə o qədər ağır gəlir ki, bununla üzləşməmək üçün bu kimi bir növ belə deyək də, müdafiə mexanizmləri özümüzə tərtib etmişik bir yerlərdə şuuraltı olaraq və şuuraltı özünü müdafiə etmək üçün bunları özündə formalaşdırıb. Və bəlkə də sənin fərqində olmadığın, bəlkə də fərqində olduğun, səni artıq incidən, bir növ bezdiyin yerlərdir. Və burada demək istədiyim bir məqam var ki, görəsən yetərli olduğun yerlər haralardır? Yetərli olduğun yerləri görə bilirsənmi? Bunları dəyərləndirə bilirsənmi? Bu çox önəmlidir. Deyərdim ki, özünlə münasibət üçün, özünlə münasibətin sağlam və yaxşı olması üçün bu yerlərə baxa bilmək çox-çox vacibdir.